UFC Azərbaycan kartında möhtəşəm geri dönüşü ilə yadda qalan Nazim Sadiqov bu səfər UFC 323 kartında Fares Ziyamla qarşılaşacaq. Təbii ki, Casfight kanalı olaraq bu döyüşün təxminini etməsək olmazdı. Fares Ziyamın peşəkar karyerasında 17 qələbə və 4 məğlubiyyət var. Avantaj və dezavantajlarından danışası olsaq, Nazimə görə boyu çox hündürdür. Zərbələri çox sərtdir və təhlükəlidir. Dezavantajlarından danışası olsaq, güləş və yer oyunu nisbətən zəifdir. Ən bəyəndiyim tərəfi isə döyüş ağlının çox yüksək olmasıdır. Nazim Sadiqovun isə peşəkar karyerasında 12 döyüş, 11 qələbə və sadəcə 1 bərabərlik var. Avantaj və dezavantajlarından danışası olsaq, Nazimin xarakter və dözümlülüyü olduqca yüksəkdir və döyüşdə rəqiblərini bitirməyi bacarır. Nazim qalib olduğu 11 döyüşün sadəcə birində hakim qərarı ilə qalib olub. Digər 10-unu isə bitirməyi bacarıb. Dezavantajlarından danışası olsaq, Fares Ziyama nisbətən boy fərqləri çoxdur. Şəxsi fikrimdir ki, Nazim Sadiqov döyüşü yerə aparıb yerdə bitirməyə çalışmasa, qalib olma ehtimalı çox azdır. Çünki bu döyüş ayaq üstə keçsə, həm boy fərqinə görə Nazimin olduqca çətinlik çəkəcəyini və bu səbəbdən də nokaut olmasa belə döyüş xal hesabı ilə bitərsə, xal üstünlüyü ilə rəqibin qazanma ehtimalının çox olduğunu düşünürəm. Ancaq məncə Nazimin onsuz da döyüş planı döyüşü yerə aparmaq olacaq.